İstanbulda Amerika Birləşmiş Ştatları, Ukrayna və Türkiyə nümayəndələrinin iştirakı ilə 3 tərəfli görüş keçirilib. Görüşün əsas məqsədi Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması və bölgədə davamlı sülhün təmin edilməsi olub. Danışıqlar Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın sədrliyi ilə keçirilib. ABŞ heyətini dövlət katibi Marco Rubio, Ukrayna üzrə xüsusi nümayəndə Kit Kellogg, ölkənin Türkiyədəki səfiri Tom Barak təmsil edib. Ukrayna isə danışıqlara Prezident Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak, Müdafiə naziri Rustam Umerov və Xarici İşlər naziri Andrey Sibiqa ilə qatılıb. Danışıqlar saat yarım davam edib. Görüşdə tərəflər Ukrayna-Rusiya müharibəsinin sona çatdırılması üçün birgə fəaliyyət göstərməklə bağlı razılığa gəliblər. Diplomatik mənbələrə görə Trump-Putin görüşünün təşkili də gündəmdədir. ABŞ prezidenti də ilk fürsətdə Putinlə görüşəcəyini bildirib. Ağ Evin rəhbəri bunu Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı jurnalistlərə açıqlayıb. O, Vladimir Putinlə mümkün qədər tez görüşmək istədiyini söyləyib. Biz bunu təşkil edəcəyik, deyə Trump vurğulayıb. Amerika Birləşmiş Ştatları və Çin Cenevrədə keçirilən danışıqlardan sonra ticari barışıq əldə ediblər. Tərəflər tarifləri əhəmiyyətli dərəcədə azaltmaq barədə razılığa gəliblər. ABŞ Maliyyə naziri Scott Bessent bildirib ki, hər iki tərəf tariflərini 115% azaldacaq. Beləliklə, ABŞ-nin Çinə qarşı rüsumları 30% təşkil edəcək. Çinin tarifləri isə 10% endiriləcək. Razılaşma 14 mayadək icra olunmalıdır. Bessentin sözlərinə görə, hər iki ölkə balanslaşdırılmış ticarətdə maraqlıdır və danışıqlar zamanı böyük hörmət nümayiş etdiriblər. Tərəflər iqtisadi əlaqələr üzrə müzakirələrin davam etdirilməsi mexanizmini də yaradacaqlar. Müzakirələr növbə ilə Çin və ABŞ-də ya da razılıq əsasında üçüncü ölkədə keçirilə bilər. Bu barədə Ağ Ev məlumat verib. Xatırladaq ki, əvvəl rəsmi Vaşinqton Çin malları üçün rüsumları 145%-ə qaldırmışdı. Pekin isə buna cavab olaraq ixal məhsullarının tariflərini 125%-ə çatdırmışdı. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın böyük qanun layihəsi Konqresdə rəsmi olaraq müzakirəyə çıxarılıb. İqtisadi və sosial sahələrdə mühüm dəyişiklikləri nəzərdə tutan layihə son illərin ən böyük islahat təşəbbüslərindən biri hesab olunur. O, federal büdcənin yenidən formalaşdırılması, sosial təminat sisteminin təkmilləşdirilməsi, təhsil və səhiyyəyə əlavə vəsait ayrılması, eləcə də yaşıl enerji proqramlarının genişləndirilməsini nəzərdə tutur. Lakin sənəd Konqresdə demokratlar və respublikaçılar arasında ciddi siyasi debatlara səbəb olub. Demokratlar islahatlar paketinin sosial yönümlü maddələrini dəstəkləyiblər. Respublikaçılar isə qanun layihəsinin federal büdcəyə əlavə təzyiq yaradacağını söyləyiblər. Onlar bəzi maddələrin yenidən işlənməsini tələb ediblər. Hökumət rəsmilərinin sözlərinə görə isə bu islahatlar həm iqtisadi dayanıqlığı gücləndirəcək, həm də sosial bərabərliyə təşviq məqsədi daşıyır. Qanun layihəsini ictimaiyyət və ekspertlər də diqqətlə izləyirlər. Bəzi iqtisadçılar onun uzunmüddətli perspektivdə inflyasiya ilə mübarizəyə və iqtisadi artıma töhfə verəcəyini düşünürlər. Digərləri isə əlavə dövlət xərclərinin borc yükünü artıra biləcəyindən ehtiyatlanırlar. Layihənin Konqresdə ilki müzakirə mərhələsi bir neçə gün davam edəcək. Qanunun yekun mətni üzərində razılıq əldə edildikdən sonra səsverməyə çıxarılacaq. ABŞ-də transgender hərbi qulluqçularla bağlı yeni qanun tətbiqinə başlanılıb. Donald Trump administrasiyasının dəstəklədiyi qərar belə fərdlərin orduda xidmətinə ciddi məhdudiyyətlər qoyur. Qanun 2025-ci il mayın 6-sında ABŞ Ali Məhkəməsinin qərarı ilə qüvvəyə minib. Məhkəmə Müdafiə Nazirliyinə yeni prosedurların dərhal icrasına başlamağa icazə verib. Pentaqon hərbi komandanlığa transgenderləri müəyyən edib, onları tibbi müayinələrə göndərmək tapşırığı verib. Müayinələrin məqsədi gender disforiyası olanları aşkarlamaq və onların hərbi xidmətə yararlılığını yenidən qiymətləndirməkdir. Yeni qaydalara əsasən transgenderlərə könüllü şəkildə ordudan ayrılmaq üçün vaxt verilib. Fəal hərbi qulluqçular üçün son tarix 6 iyuna müəyyən edilib. Ehtiyatlı olanlar və Milli Qvardiya üzvlərinin isə 7 iyula qədər zamanı var. Könüllü şəkildə ayrılanlara əlavə ödənişlər də nəzərdə tutulur.
LGBT və hüquq müdafiəçiləri bu addımı ayrı seçkilik və insan hüquqlarına zidd hesab edirlər. Onlar bildirirlər ki, qərar ordu daxilində bərabərlik prinsipini pozur. Ekspertlərin fikrinə görə isə dəyişikliklər ABŞ-da hərbi xidmətə dair sosial və hüquqi müzakirələri daha da qızışdıracaq. Qərar ictimai və siyasi arenada ciddi mübahisələrə səbəb olacaq. Amerika Birləşmiş Ştatlarını güclü zəlzələ və tsunami təhlükəsi gözləyir. Bu, Kanadadan Kaliforniyaya qədər uzanan 970 kilometrlik sualtı çatı izləyən alimlərin xəbərdarlığıdır. Araşdırmanın nəticələri isə Daily Mail nəşrində dərc edilib. Belə ki, dəniz dibinin yüksək dəqiqlikdə xəritələndirilməsi aparılıb və tektonik plitələrin izafi təzyiq yaratdığı 4 sahə müəyyən edilib. Məqalədə qeyd edilir ki, güclü zəlzələdən sonra tsunami baş verə bilər. Dalğaların hündürlüyü isə 30 metr proqnozlaşdırılır. Bunun da kütləvi dağıntılarla nəticələnəcəyi bildirilir. Alimlər risk altında olan yerləri də açıqlayıblar. Bunlar Şimali Oregon və Vaşinqtonun sahilyanı əraziləridir. Mütəxəssislərin qənaətinə görə iqtisadi zərər böyük, qurbanların sayı isə minlərlə olacaq. Hətta sahildən uzaq ştatların suyu çirklənəcək və kimyəvi tullantılara məruz qalacaq. Nyu-Yorkun Morrisania bölgəsindəki məktəbin yaxınlığında 16 yaşlı Evet Jeffrey təsadüfən açılan atəşin qurbanı olub. Hadisə zamanı yeniyetmə skuter sürürmüş. Başından güllə yarası alan Evet'i həyata qaytarmaq mümkün olmayıb. New-York Polis Departamenti atəş açanın kimliyini müəyyənləşdirə bilib. Qurumun məlumatına görə hadisəni 14 yaşlı biri törədib. Polis ilkin olaraq insidentin şəxsi zəmində baş verdiyi ehtimalını irəli sürüb. Lakin sonra Evet'in atəşi açanla heç bir bağlılığının olmadığını bildirib. Şübhəli saxlanılıb. İstintaq isə davam edir. Şagirdin ölümü ictimaiyyətdə dərin narahatlıq doğurub. Valideynlər və sakinlər məktəb ətrafında təhlükəsizliyin artırılması üçün çağırış ediblər. Bu arada New-Yorkda DoorDash kuryerini güllələyən məmur girov qarşılığında azadlığa buraxılıb. Hadisəni törədən Chester şəhər yol xidmətinin rəhbəri John Rayleigh vəzifə səlahiyyətlərini də davam etdirir. Rayleigh bu posta seçki ilə gəldiyindən yerli hakimiyyət onu işdən uzaqlaşdıra bilməyib. O özü isə istifaya razılıq verməyib. Kuryerə gəldikdə o xəstəxanada müalicəsini davam etdirir. Həkimlər vəziyyətinin stabil olduğunu söyləyirlər. Qeyd edək ki, cinayət mayın 2-sində Chester şəhərində baş verib. Kuryer telefonunun sönməsi səbəbindən ünvanını tapa bilməyib. İstiqaməti soruşmaq üçün bir neçə evin qapısını döyüb. Sonda isə güllə ilə qarşılanıb. Belə ki, John Rayleigh evinin qarşısına dayanan kuryerə get deyə qışqırıb. Sonra atəş açaraq onu kürəyindən vurub. Qeyd edək ki, DoorDash ABŞ-də ən məşhur onlayn yemək sifarişi və çatdırılma platformasıdır. Şirkət istənilən şəxsin öz avtomobili ilə kuryerlik etməsinə imkan yaradır. Birləşmiş Ştatlara gələn miqrantların əksəriyyətinin ilk iş yeri də məhz bu ünvandır. Güllələnən kuryer də Afrikalı mühacir olub və ingilis dilini bilməyib. DoorDash rəhbərliyi isə hadisəni qəbul edilməz zorakılıq adlandırıb. Həmçinin kuryerin təhlükəsizliyini artırmaq üçün əlavə tədbirlərin görüləcəyini bildirib.